Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə özünün sevdiyi və onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir cəmaat gətirər. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah hər şeyi əhatə edəndir, biləndir. Sizin himayədarınız yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.